Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz, dəyərli izləyicilərim. Bu günləri mən yeni il üçün mandalin formada salatın hazırlanmasını sizinlə bölüşəcəm. Əgər sizin üçün də maraqlıdırsa, gəlin birlikdə izləyək və hazırlayaq. Tərəvəzlərin hamısını bişirdim. 4 ədəd bişirilmiş kartofu sürkəcdən keçirib boşqaba əlavə etdim. 4 ədəd yumurtadan istifadə etdim. 300 qram toyuğun sinə ətini bişirib didilmiş formada onu da əlavə etdim boşqaba. 200 qram qozu üydülmüş halda əlavə etdim. Zövqə görə duzun 3/4-ünü əlavə etdim. 2 dolu xörək qaşığı mayonez, 1 dolu xörək qaşığı da xama əlavə edib salatı qarışdırdım. Tam hazır olandan sonra yumru top formasında forma ilə düzəltdim. Bu cür formalara edib kənara qoydum. Hazırladıktan sonra 600 qram yer kökünü bişirib sürkəcdən keçirib içərisinə 1 çay qaşığı duz əlavə etdim. Bu cür top formasında hazır edəndən sonra streçin köməkliyi ilə həmən yer kökünü üzərinə yaxıb həmən o top formaları onun içərisinə yerləşdirdim. Çox da çətin alınmır, asan bir salatdır. Həm dadlıdır, həm də süfrələrdə çox gözəl mandalin formasında yeni ildə hazırlaya bilərsiniz. Əgər sizin üçün gördünüz ki, azdır yer kökü, bir qaşıq da əlavə edə bilərsiniz ki, tam o ağ toplar sarı rəngdə örtülməlidir. Bu cür hamısını hazırladım. 6 ədəd manda salat hazır oldu. Üzərinə də mandalinin ya özəyindən istifadə edə bilərsiniz, ya da ki, yumru qara istiotdan istifadə edib mandalin formasında hazırlaya bilərsiniz. İzləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Allaha əmanət olun. Göz haqqınızı halal edin. Əgər siz də yeni il qabağı bu salatı hazırlamaq istəyirsinizsə, buyurun hazırlayın.